Maşın sahibi deyir ki, mən illərdir izləyirəm, baxıram. Maraqlıdır, nə izləyir, nəyə görə izləyir? Maraqlıdır. Hə? Çəkilişləri satın maraqlıdır. Hardan gəlmisiniz? Göyçay. Göyçaydan. Dostlar, baxın, illərdir mən vazları çəkib göstərirəm sizlərə. Yaxşı vazlar Göyçaylıların əlində olur. Onu da deyim biləsiniz. Düzdür, sağ ol. Bəli. Yəni efir, partlayış, vazlar Göyçaylıların əlindədir. Neçənci ildir? 2006. Belə bir vəziyyətdə girib bazara sahibi deyir ki, bez detaldır, dəyişilən hər hansı bir hissəsi yoxdur. Baxın, bu vəziyyətdə. Qiyməti də yekunda deyəcəm, bazara hansı qiymətlə daxil olub bu vaz. 5 skorusdur da bu. 5'ti 5. 5 skorus. Yenə də perodok veriblər vaza. Alıcını daha da diqqətini çəkmək üçün. Baxın. Belə bir vəziyyətdə vaz. İstəyənlər diqqətli olun, baxın. 7000'e değil. Yəni 7000'ə deyil. Yəni birbaşa 68-ə düşdü. 69 rəqəm olduğu üçün yerində 68. Bu qədər bər, bəzək bu maşına yaraşır ya yox bilmirəm dostlar. Yazın şərhlərdə necə bir vazdır çıxıb bugün bazara. Alıcıları da baxır. Nə qədər saysalar siz bugün satırsınız bazarda. Son qiyməti 6700 manat. Aynen aslan. Qardaş hər şeyin dəyişib da. Hər incəliyin dəyişib. Maşallah qardaş. Başına nəyi var? Dar nə var yet? Ha, o parası nedir? Bütün tük deyil. 60 manat. Burada da bir dənə keçəl təkər var. Vallahi 60 birinci gətirməmişəm, sattım. Maraqlanan şəxslər 050 876 47 03. Bugün Sumqayıt maşın bazarındadır. Kim əgər istəyirsə müraciət eləyə bilərsiniz dostlar. Bir salon səhət aslan.